biz indi birbaşa İsveçə bağlanacağıq. Özü də həmkarımız, əzizimiz Aysel Zahid qızına. Aysel Zahid qızı İsveçdədir və bizə çatdıracağı çox maraqlı məlumatlar var. Vaxt itirmədən Ayseli salamlayaq və o bizə xəbər versin ki, hardadır və nə üçün oradadır. Sabahın xeyir olsun Aysel. Aysel, sabahın xeyir olsun. Sabahın xeyir Azərbaycan, sabahınız xeyir Firuz və Aynur. Çox tarixi bir yerdəyəm. Qeyd edim ki, tamaşaçılar üçün hal-hazırda İsveçin Karlskoga şəhərindəyik və burada olmağımız heç də əbəs yerə deyil. Ümumiyyətlə, İsveçlə Azərbaycan həm dostluq baxımından, həm də iqtisadi baxımdan çox yaxşı əlaqəsi olan ölkələrdəndir. Və Karlskoga şəhərində Nobel qardaşlarına məxsus, xüsusilə də Alfred Nobelə məxsus bir ev var. Karlskogada Björkborn malikanəsində məhz Alfred Nobel ömrünün son illərini burada yaşayıb və bilənlər bilir ki, Nobel qardaşları ilə Azərbaycan arasında çox sıx həm iqtisadi baxımdan, həm ümumiyyətlə bu neft baxımından çox sıx əlaqələr olub və Nobel qardaşlarından ilk iki böyük qardaş, Robert və Ludwig Nobel, özü zamanında bu iki qardaş zamanında Bakıya gələrək, Bakıda uzun müddət yaşayıblar və Villa Petroli deyilən malikanədə yaşayıblar. Amma mənim haqqında danışmaq istədiyim deməli Alfred Nobeldir. Bax, bu malikanədə yaşayıb. Dediyim kimi, ömrünün son bir neçə ilini məhz bu ərazidə yaşayıb, yaradıb, ixtiralar edib və burada həm ərazidə bir sahibkar kimi, bir kimyaçı kimi çox maraqlı ixtiralar həyata keçirib və qeyd edim ki, bu malikanədə yaşadığı müddətdə onun vəsiyyətnaməsinə əsasən dünyasını dəyişdikdən sonra Nobel mükafatları tətbiq olunmağa başlayıb. Burada bu ərazi gördüyünüz kimi istirahət zonasıdır və buradakı bütün rəsmlər olsun, bütün şəkillər olsun, Alfred Nobelin yaşadığı dövrü əhatə edir. İndi mən sizə istəyirəm bir maraqlı otağı da göstərim. Bax, burada Alfred Nobel burada çalışmışdı bu masanın ətrafında. Burada gördüyünüz deməli şəkillər sizcə nəyi xatırladır? Bu yaxından mən çox xahiş edəcəm ki, çəksinlər. Sizi nəyi xatırladır, əziz Firuz və Aynur? Bu neft bumu yaşayan Bakını xatırladır bizə. Bəli. Bəli. Çox düzgün vurğulayırsınız. Burada gördüyünüz rəsmlər Bakı neftini, Bakıda çıxarılan və fontan vuran ilk nefti xatırladır. Və bəli, həmin o şəkillərdir. Bir növ Bakı ilə əlaqəsi olan şəkillərdir. Burada neft daşıyan tankerin planıdır burada. Amma onun orijinal deyil də, onun kopyasıdır burada gördüyünüz nüsxəsidir. Və bu şəkillərin hamısı da Bakıda çıxarılan ilk nefti xatırladır. Və bu ərazidə isə dediyim kimi Alfred Nobel oturub, çalışıb, qonaqlarını qəbul edib, bütün bu otaqlar, bütün bu ərazilər hamısı onun xatirəsini daşıyır və həmin bu malikanə artıq son illərdir ki, deməli, muzey kimi fəaliyyət göstərir və bütün gələnlərin ixtiyarına verib və gəldikdə təbii olaraq həm Alfred Nobel haqqında, həm onların ümumiyyətlə qardaşları haqqında, onların ailəsi haqqında burada ətraflı məlumat verilir. Məndən bu qədər. Əgər sualınız varsa, buyurun. Aysel, təşəkkür edirik sənə. Çox sağ ol bu tarixi səyahət üçün. Təşəkkür edirik, çox sağ ol. Burada gözləyirik səni, görüşərik.